Dostlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Məndən üzbəüz isə dostum Zaur əyləşib və biz dünya çempionatından bağlı silsiləvi belə deyək də söhbətlərimizə start veririk. Ayın 11-i bilirsiniz ki, dünya çempionatı başlayır. Bir aydan az vaxt qalıb və yavaş-yavaş başlayırıq belə deyək də qruplara göz gəzdirməyə, öz fikirlərimizi bildirəcəyik. Maraqlı gələrsə öz bəyənilərinizə dəstək verə bilərsiniz. Biz də yavaş-yavaş başlayaq və A qrupundan başlayırıq. Zar, bu qrupa ilk olaraq baxanda ilk ağlıma gələn nə oldu? Əsas ağlıma gələn oldu ki, Cənubi Afrika Respublikası bu komanda neçə illərdir qrupdan çıxa bilmir. Görürsən nə vaxtsa yəni bu ilk olacaqdı yoxsa yox. Mən amma qrupa baxanda ilk olaraq bunların ortaq cəhəti nədir? İndi danışacağıq detallı barədə. Ağlıma gələn ilk o oldu ki, hamısının başında yaşlı, old school futbolu bəyənən, pragmatik futbolu bəyənən məşqçilərdir. Məncə turnirin bəlkə də ən darıxdırıcı qruplarından biri ola bilər. Hələlik afişaya görə onu görürəm. Çünki indi danışacağıq bir-bir o komandalar haqqında. Müasir futbolda bu işləmir. Milli səviyyədə düzdür. Biz bunu 4 ildən bir analiz etmə imkanı tapırıq, amma görə indi bizi nə gözləyir? Başlayırıq Meksikadan dostlar, ev sahibidir və dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşən, məsələn, Azteca stadionu var. Orada bəzi oyunlar keçiriləcək. Ev sahibidir deyə Meksikanı hamı favorit kimi görür. Meksika ilə bağlı, Meksikanın başında 2024-cü ilin iyul ayında komanda yenidən gələn, 3-cü dönəmini başlayan El Basco ləqəbli Javier Aguirre var. Aguirre avtoritetdir orada və Aguirre'nin əsas avtoritetləri, belə deyək də, Aguirre'nin köməkçisi və ondan sonra komandaya, belə deyək də, rəhbəri eləməsi gözlənilən, artıq dəqiqdir mən bilən bu, Rafa Marquez var, Barça əfsanəsi və Meksika əfsanəsi. Mən düşünmürəm ki, Javier Aguirre çapında bir fiqur, yanında da Rafa Marquez var. Hansısa oyuncu, məsələn, Irving Lozano tipli, ipə sapa yatmayan bir oyuncu və yaxud da ki, Edson Alvarez tipli bir oyuncu, elə konkret Edson Alvarez'ı götürək də, Domenico Tedesco ilə dilləşən, burada onu Javier Aguirre'yə, Rafa Marquez eləyə bilməz. Bu önəmlidir. Amma avtomatik olaraq hamı başlayıb baxmağa nəyə? Son bu 1-2 il ərzində Meksika ev sahibidir deyə avtomatik təbii ki, qrupa dünya çempionatına qatılıb, amma yoldaşlıq oyunlarında nəticələri əldə yaxşı deyil. Hətta buna görə silsiləvi bir tənqid var, mətbuat baskısı var. Aguirre'nin pragmatik oyunu mənə çox narahat edir əslində. Çünki yenə də deyirəm, köhnə məktəbdir. Nə bilim, mətbuatda daha çox biz nəyə görürük, analizlər eləyəndə 4-1-4-1 sisteminə sadiq bir adamdır. Dərin blok, avtomatik olaraq və maksimum ehtiyatlı, tam qüvvə ilə hücuma çıxmayan bir komanda görürük. Sənin də fikirlərin maraqlıdır, Zaur. Mən də bir qeydlərimi aparmışam burada. Və burada əsas problemlərdən biri var ki, məncə, mən ona toxunacam. Hələlik isə sənin fikirlərinə qulaq asacağam. Görüm, sən nə cızmaqara eləmirsən bu komanda ilə bağlı. Amma öz fikrimi deyəcəm və əminəm ki, bizim izləyicilərimizin əksəriyyəti mənimlə razılaşacaq. Meksika əlbəttə ilk elə görünən qrupun favoriti Meksika görünür, təbii ki. Amma bəzi şeylər var ki, onları da nəzərə yetirmək lazım. Məsələn, Meksikanın əsas qapıçıları, yəni ki, bu dünya çempionatında oynamır. Əslində, bəlkə də bu Ochoa oynasa, onun üçün 40 yaşlı Ochoa üçün əsas şans yeri olacaqdır. Amma 6-cı dünya çempionatı. 6-cı dünya çempionatı olacaq, bəli. Amma tutaq ki, adlara baxdıqda hücumda Raul Jimenez əsas qol silahı kimi gözlənilir, amma digər oyunçular elə də formada deyirlər, daha çox yəni özlərini göstərə bilməyiblər. Bundan başqa da təbii ki, Meksikadakı oyunlar Meksikaya əlavə üstünlük verir iqlim şərait baxımından. Yəni qeyd etdiyimiz kimi hündürlüyü 2200 metrdən yuxarıda oynamaq hər komanda üçün yəni bu asan deyil. Onda ağciyərlər belə deyək də. Amma Boliviyada
ki oyunlardan daha yaxşıdır istənilən halda. Boliviyada 3200-dür. Ha, Boliviyada heç Boliviya ümumiyyətlə müqayisə etmirik. Çünki Boliviyada heç Cənubi Amerika komandaları digərləri heç Boliviya ilə oynaya bilmirlər, çətinlik çəkirlər, favoritlər olsa belə. Amma Meksika, onların da üstünlükləri var. Təbii ki, zəif tərəfləri də var. Üstünlükləri odur ki, həm iqlim şəraiti, həm ev sahibidirlər. Amma bununla bərabər qeyd etdiyim kimi, onlar uzun vaxtdır təzyiq baskı altındadılar. Həm mətbuat tərəfindən, həm azarkeşlər tərəfindən. Yəni, bu o deməkdir ki, Meksika ilk 2 yeri, hətta 3-cü yer belə onlar üçün uğur deyil. İlk 2 yeri tutmasalar, əməli başlı təzyiqlə üzləşə bilərlər. 4-cü yer isə ümumiyyətlə ağla gəlməz bir senariyodur, bəli, senaridir. Ona görə də Meksika maksimum dərəcədə irəliyib, bəlkə də ən yaxşı 8 komanda arasına qatılmalıdır ki, ən pis halda. Yəni azarkeşləri sevindirsin. Onlar yoxsa əks halda, yəni Meksikadan gözləntilər yəni çoxdur əslində. Zar, bax, mən demək istədiyim isə nədir? Meksika nizam-intizam üzərində qurur, pragmatika üzərində qurur oyunu. Daha doğrusu Javier Aguirre'nin beyni budur. Bilirik ki, o La Ligada da o formada futbol oynadırdı. Vertikal cinah əks hücumları tam yüklənmədən, yəni belə hücuma keçirlər. Arxada boşluq verməməyə çalışırlar. Məsələ bilsən nədir? Deməli, ən çox nəyə görə tənqid olunur Aguirre, Meksika millisi, yəni Aguirre'nin Meksikası? Kreativlik yoxdur. Latin Amerikası komandaları üçün onların ən böyük silahı həmişə olub kreativlik. Hətta bəzən belə deyək də, aşırı çılğınlıq. Hə, çılğınlıq razı. Hə. Yəni bu söhbət azarkeşlərin o tribunalardakı çılğınlıqdan getmir. Onlar ekstra bir güc verir sözsüz 12-ci oyunçunun davranışı. Kreativlik yoxdur. Deməli, bu adam ancaq sürətli cinah hücumları, asmalar Jimenez'ə görə, Santiago Jimenez yox. Təbii ki, Santiago Jimenez ümumiyyətlə rəzil bir dönəm keçirdi. Milan rəhbəri hələ də başına döyür o transferə görə. Raul Jimenez'dən gedirdi söhbət təbii ki. Irving Lozano əvvəlki o sürəti yoxdur. İndi MLS-dədir, o sürət yoxdur. Təbii ki, o klass və s. onlar qalıcıdır, mən razıyam. Amma bu old school futbolu ilə, okey, sən burada bunu bacardın. Buradan atıram, ən pis halda 2-ci yerdən çıxdın. Burada o bəs eləyəcək. Amma bir Avropa komandası ilə oyunda səni topsuz qoyacaqlar. Nə qədər dözəcəksən. Düzdür, biz iqlimdən danışdıq. Məsələn, belə bir yanaşma var da. Deyirlər ki, o cür belə deyək də, şəraitdə oynayan komandaların rəqibləri adətən o iqlimə uyğunlaşmayan rəqiblər. İkinci hissədə meydana çıxmırlar. Bu metaforadır təbii ki. Burada məsələn Avropalı hansı bir top saxlayan komanda ilə sən atıb məsələn play-offda qarşılaşdın, sən burada dözməyə məcbursan da. Dözmək üçün meydana çıxacaqsan. Və Aguirre'nin futbolu budur. Bayaq dediyim məsələ, əsas məsələ bilsən nədir? Aguirre ən çox nəyə görə tənqid olunur? Səudiyyə Ərəbistanda Əl-Qədsiyədə oynayan Quiñones adında bir oyunçu var. İndi adını ümid edirəm ki, düz dedim. Çünki İspan dilli ölkələrdə, İspan dilində Gui belə oxunur. Quiñones. İndi onlarda o n-nın üstündə şey olanda, belə dalğı olanda n-y kimi oxunur. Quiñones, indi adını səhv dedimsə üzr hesab edin. Mateo Retegini kölgədə qoymuş adamdır. Retegi kimi klass bir oyunçunu. Aguirre ikili forward sistemini sevmir. Söhbət gəzir ki, Quiñones'i cinahda istifadə edəcək. Quiñones o formada oynaya bilmir. Qatqısı ola bilərmi? Olar. Məsələn, Cənubi Afrika Respublikasının qatqısı oldu, amma digər oyunlarda olacaqmı? Mətbuat deyir ki, uzun müddət tənqid edir ki, keç ikili sistemə də, Raul Jimenez onsuz da sənin olmazsa olmazındır, qoy Quiñones'i yanına, effekti gör. Bilsən ki, necədir? Köhnə məşqçilər adətən, yəni onların tabuları var. Hə, əlbəttə, onlar yəni ki, dediyim kimi tabuları var və onlar nəyisə sübut eləməyə çalışırlar ki, yox, siz bilmirsiniz, biz bilirik nə danışırıq, nə edirik və onu göstərməyə çalışırlar. Onu göstərməyə çalışdıqda isə bəzən görürsən ki, bir müddət keçir və o vəziyyəti gəlib çıxana kimi, nəticə alana kimi vaxt keçir və olan da komandaya olur. Yəni, belə tərsi eləyir də, inatkarlıq eləyir. Amma bir də Meksika kimi ölkələrdə, Meksikada, Kolumbiyada başqa qüvvələr də futbolun işin içinə girir. Yəni dəfələrlə ki, hə,
Yəni insan ölümləri olub. Bəli. Yəni əməlli başlı fiziki zorakılıqlar olubdu. Bunlar yəni futbol tarixində olmuş hadisələrdir təbii ki. Meksikada deməli Meksika millisində Armando Gonzalez adında bir oyunçu var. Dostlar buna fikir verin. 12 qolu var 17 oyuna. Barcelona, Dortmund kimi komandalar istəyir. Hətta 15 milyondan başlayır bazarlıq mən bilən. Gilberto Mora var. Meksikalı Pedri deyirlər. Vargas var, Atletico Madriddədir və hələlik El Cholo'nun dedikləri ilə oturub durur, adaptasiya olunmağa çalışır və təbii ki, əsas qol silahları Raul Jimenez'dir. Mən amma indiki durumda məncə ikili forward sistemi ilə məncə Quiñonez'i də işin içinə qatıb. Hətta mən düşünürəm ki, Raul Jimenez'i bir qədər saxta 9 nömrə kimi oynadıb da effekt əldə eləmək olar. Yəni Quiñonez həm də sürəti var, həm çox döyüşkəndir. Armando. Yox, Quiñonez Səudi Ərəbistandakıdır, Əl-Qədsədəkidir. Belə, keçirik Cənubi Koreya millisinə. Zaur söz səndə. Mənim də burada qeydlərim var. Cənubi Koreya millisi elə millidir ki, tarix boyunca görmüşük ki, onlar favoritlərə, yəni dünya çempionatının əsas komandalarına qarşı həmişə çətinlik yaradıblar. Həmişə elə bir oyun oynayıblar ki, disiplinli oyun oynayıblar, sürətli oyun oynayıblar ki, baş ağrısı olublar, əməlli başlı. Sonuncu dəfə yəni Almaniya ilə oyunda bunu sübut etdilər. Neuer'in o baxışları hələ də yadır. Bəli. Və qrupda qalan Almaniya. Yəni Cənubi Koreya Respublikası elə bir komandadır ki, onlar nizam-intizam, kompakt oyun, sürətli keçidlər, bunlar əsas üstünlüklərdir. Amma çatışmayan tərəfləri də var. Çatışmayan tərəfləri də ki, təbii ki... Mənə tənqidlə gəl Zaur, hə? Çatışmayan tərəfləri nədir, de görüm. Yox, mən öz cızma qərarlarımı eləmişəm. Çatışmayan tərəfi məncə odur ki, Koreya nə edəcəyini bəzən bilmir. Söhbət nədən gedir? Əsasda, məsələn, dərin bloka oturub, topu sənə verən rəqiblərə qarşı belə hücumda nə edəcəyini bilmir. Koreyaya kim lazımdır? Bax, mən bayaq söhbətin girişinə ona görə belə girdim. Koreyaya bilsən kim lazımdır? Barcelona Atletico Madrid oyununu xatırlayırıq da. Atletico'nun avantajı var. Barcelona baxmayaraq ki, Metropolitano'ya gedir, oynayır. Flick beynində bir rəqib lazımdır Koreyaya. Bu qrupda elə bir rəqib yoxdur. Başa düşürsən, problem budur. Hamı dərin bloka oturmağı sevir. Hamısını yığıblar bura. Açıq futbol oynayan demək olar ki, yoxdur. Koreya nizam-intizam komandasıdır. Əks hücum, boşluq yaxalayan, bayaq o dediyim məsələ var idi. Hümminson 70 metrlik bir solo keçidi var idi və getdi boş qapıya qolu vurdu da. Mən o qalaltıda baxırdım oyuna yeri gəlmişkən. Bax, problem budur. Məsələn, Cənubi Afrika Respublikası. Okey, yaxşı. Meksika biraz açıla bilər. Çexlər Avropa sayığı futbol oynayıb açıla bilər. Amma Cənubi Afrika Respublikası potensial 3 xal ala biləcəyən bir rəqibdir. Cənubi Afrika Respublikası oturub dərin bloka. Nə edəcəksən? Əlbəttə ki, yəni burada sənin xal ala biləcəyin əsas komanda Cənubi Afrika Respublikasıdır. Digər iki komanda yəni çox çətindir xal almaq və bir qələbə belə bəzən 3-cü yer tutarıq sən dünya çempionatının növbəti mərhələyə çıxırsan da bildiyimiz kimi 48 komandadır. Amma ən yaxşı 3-cü yer olmalısan, onlardan biri olmalısan. Təbii ki, Cənubi Afrika Meksika bunun qurbanı olmuşdu yeri gəlmişkən. Yadında da Polşa çıxmışdı qrupdan. Bəli. Ən yaxşı 3-cü kimi. Tamamilə haqlısan. Ona görə də Cənubi Koreya kimi komandalar oynadıqları oyunla yəni düşünməlidirlər ki, rəqib komandalar da onların oyun üslubunu analiz ediblər və necə oynayacaqlarını artıq bilirlər və ona uyğun da bir taktiki gedişlər olacaqdır. Amma məsələn başqa tərəf var. Ümumiyyətlə məncə bu qrupdakı bütün millilərə aiddir o. Amma ən çox da mən gördüyüm bu Cənubi Koreya Respublikasının millisinə aiddir. Millin məşqçisinin Bomdur da, Səadətin soyadı, Hön İmbom. Deməli, Cənubi Koreya əfsanəsi. Bu adamın kapitan oldu da vaxtilə millidə hətta. Bu adamın taktiki olaraq B planı yoxdur. Və digər məni narahat edən məqam bizən nədir?
Hücumda plansızlıqları var. Plansızlıqlardan milli belə Hümminson artıq sərbəst belə deyək də gəzgin oyunçuya çevrilib. Çünki qabaqki kimi 0 nöqtəsindən basıb orta açan bir oyuncu deyil. Tottenham'dakı kimi. Düzü, MLS-də yaxşıdır, amma MLS-dəki sənin durumun bura bəs eləyəcəkmi? Biz bəzən adlara allanırıq, amma mən indi Cənubi Afrika Respublikası haqqında danışanda da deyəcəm bir şey. Və mənə görə rusların bir sözü var, bu qrupun Temnaya Laşatkası. Azərbaycanca çox mənasız bir tərcüməsi olacaq onun. Qara at. Deməli, Temnaya Laşatka deyirlər. Bu qrupun Temnaya Laşatkası Cənubi Afrika Respublikasıdır. Belə, yəni taktiki olaraq plansızlıq, bir A planının olması ancaq, Kim Min-jae əladır. Arxada komandantı. Feyenoordun Tostoranı var, yaxşı mənada. N'Golo Kante haqqında qabaq o ifadəni işlədirdilər. Hwan In-beom, çox bəyənirəm oyuncunu. Lee Kan-in. Luis Enrique onu bəyənirsə, bizim kənddə belə bir söz var, deyirsən, ağzınlardan cığılıb onu bəyənməyəsən. Doğrudan da mən razıyam. Çünki Lee Kan-in həqiqətən super oyuncudur, işləyən oyuncudur. Və məncə əsas figuru bu dəqiqə millinin Hümminson yox, Lee Kan-indir. Amma yenə deyirəm, bax bu taktiki olaraq plansızlıq mənə çox narahat edir. Beşiktaşdan off da var da. O var, amma o sxemi mən təsəvvür eləmirəm. Böyük ehtimal gəzgin, belə deyək də, Hümminsona daha çox üstünlük verə bilərlər. Yəni, Hümminsonun cinahda verdiyi effekti, həmin effekti verə bilərmi əvvəlki kimi? Qabaq Hümminson sol cinah winger kimi başlayırdı. İndi o yaş artıq o sözünü deyir və s. Məncə saxta 9 kimi elə faktiki nominal hücumçusuz başlaya bilər. Amma o variant ola bilər ki, Hümminsonun sürəti hələ ki kiməsə bəs eləyir, hücumda başlayır, başqa məsələ, Hümminson gedir sola. Amma məsələn, o baxımdan razı deyirəm ki, Hümminson səhv eləmirəmsə 33 yaşı var, bu onun sonuncu yəqin ki, dünya çempionatı olacaqdır və öz gücünü maksimum dərəcədə ortaya qoymağa hazırdır. Və onun sürətli keçidləri, reydləri və yaxud da ki, o kapitan kimi liderlik xüsusiyyətləri var. Yəni oyunçu kimi liderlik xüsusiyyətləri var. O Cənubi Koreya nəsə qazandıra bilər. Burada təbii ki, fərdi keyfiyyət verir, yəni fərdi keyfiyyət. Məncə Hümminson o məsələn o almanlara vurduğu qol tipində bir qolu ancaq kimə vura bilər bu qrupda? Geridə olan çexlərə. Sən deyirsən, Hümminson yəni Cənubi Afrika Respublikası və Meksika Premyer Liqanın ən yaxşı qolu seçildi. Anladım, onda neçə yaşı var idi, hansı formada idi? Hələ Premyer Liqada deyil axı bu adam. Bu adam MLS-də oynayır. Təzə keçib də, bir il deyil heç. Okey, görək də. Yəni mən əsas oyuncu kimi burada, xüsusilə də belə deyək də, o sağdan sola çəkib sol ayağına düzəldib qapını tez-tez yoxlaya bilər kim? Lee Kan-in. Yəni o oyuncudan çox belə deyək də bəyənirəm. Və bu komandanın belə deyək də standartlarda da bir problemi var. Təbii ki, söhbət Kim Min-jae'nin zonasından getmir. Standartlarda problemi var. Amma standartlar vaxtı daha çox dağılan bir komanda var. O da Cənubi Afrika Respublikasıdır. Keçək yavaş-yavaş olaraq. Zaten mən deməli Afrika Millətlər Kubokunu izləyirdim yanvar ayında. Deməli Cənubi Afrika Respublikası çərçivəyə vurduğu zərbələrə görə rekord qoymuşdu. Açdım, baxdım ki, Cənubi Afrika Respublikasında kim var ki belə? Lyle Foster'ı tanıdım və salam, o da ki Burnley-də oynayır. Top oyuncudumu yox, amma Cənubi Afrika Respublikasında bu da bəs eləyir. Cənubi Afrika Respublikasının üstünlüyü bir sənə nədir onların? Üstünlüyü odur ki, əsas 11-likdə oynayan oyunçular Cənubi Afrika çempionatında oynayan oyunçulardır. Mamelodi'də oynayır çoxsu. Bəli. Mamelodi'ni biz hardan tanıyırıq? Klublararası dünya çempionatından. Borussia Dortmundun başına oyun açdılar. Mən buradan izləyicilərimizə demək istəyirəm ki, Cənubi Afrika Respublikasının bu dünya çempionatında nə oynayacağını başa düşmək üçün sadəcə açın Mamelodi Sundowns Borussia Dortmund oyununu izləyin. Burada yaxşı məsələn digər tərəfi odur ki, yaxşı. Dortmund tipində kim oynayacaq bunlarla? Yəni o oyunu kim oynayacaq? Açıq futbolu kim oynayacaq? Ehtimal var ki, çexlər oynasın. Çexlərə qarşı sürpriz eləyə bilərlər. Çünki rəqibi küçümsəmə məsələsi var da. Lyle Foster'dır da, qardaş, çıxaq oynayaq. Bizdə Patrick Schick var, Schultz var və s. Ladislav Krejci var, nə bilim, Tomasz Souček var, Cufal var. Deməli,
Qložek var, onu unutduq. Matej Kovarş var qapıçı, çox bəyənirəm o qapıçı. Deməli, bu komandanın standartlarda çox ciddi problemləri var. Dağılırlar. Nə edəcəyini bilmirlər. Standartlardan çox yaxşıdır. Çexlər standartlara oynayır. Hətta mən düşünürəm ki, qoca qurd Javier Aguirre Meksika, Cənubi Afrika Respublikası oyununda sırf standartlar üzərindən oyununu qura bilər. Ola bilər, əlbəttə. Və amma ümumilikdə bu 73 yaşlı Hugo Bros adında bir nəfər var, Belçikalı, yaxşı da məşqçidir, yeri gəlmişkən uğurları da var, açıb baxa bilərsiniz, onun üzərində çox dayanmaq istəmirəm. Bu kompakt müdafiə və əks hücum üzərində qurmuş komandasını qurub, indi Zaur deyəcək ki, 3 hansı komponenti milliyə gələndən sonra əl gəzdirib, amma yenə də deyirəm, dostlar, çərçivəyə vurulan zərbələr haqqında. Bu komandaya boşluq verdin. Bax o Mamelodi Sundowns Borussia Dortmund oyununun ssenarisi gedə bilər. O oyun səhv etməmsə 4-3 bitmişdi. 4-3 Dortmundu Allah saxladı. 4-3. Hamı bizə necə baxırdı? Bu no-name'lər kimdir? Yəni şokdaydılar. Hugo Bros nə elədi? Denəm bizə Zaur. İlk olaraq müdafiəyə əl gəzdirdi. Müdafiə sistemini necə deyərlər, əvvəlkindən daha yaxşı vəziyyətə gətirdi. Çünki müdafiədə əməlli başlı boşluqlar var idi. Amma buna baxmayaraq standartlarda yenə də problem var. Bunun altını çizirik. Bu biraz da genetika ilə bağlıdır. Məsələn, Çexlər hündür boylu millətdir. O Cənubi Afrika Respublikasında hündür boylu neçə nəfər tanıyırıq biz. Lyle Foster'da özü də tam Cənubi Afrika Respublikasında deyil bəlkə də. Daha sonra deməli gənclərə üstünlük verməyə başladı. Daha çox yəni dinamik oyunçulara yəni ki dözümlü, bəli və komandanın psixologiyası üzərində işləməyə başladı. Və bu da çox vacibdir. Təbii ki, psixologiyanın bariz nümunəsindəyim sənə. Bax o Mamelodi komandası əməlli başlı hesabda geriyə düşəndə belə oyunu qaytarmağı bacarır. Yəni motivasiya. Bu bir növ bizə nəyə xatırladır mənə Zaur? Xeyli sayda oyunçu məhz o komandadandır, Mamelodidən. Yadındadır qabaq, hətta sən bu yaxınlarda bu söz demişdin söhbət edəndə ki, Vicente Del Bosque'nin uğurunun əsas səbəbi nə idi? Barcelona yaxşı idi deyə, onurğa üstünü Barcelona idi axı. Sırf onun üzərində qurulmuş İspanlar bir ayaqla getdi, çempion oldu az qala. Türkiyədə ən yaxşı vaxtında Galatasaray çox yaxşı nümunədir. Bu önəmli faktordur da. Yəni Türkiyə gəldi dünya Rusların belə bir sözü var, sığrınность. Yəni sən oyunçular bir-birini başa düşür, həm millidə, həm komandada. Çünki yatıb durub bir yerdə yatıb dururlar da necə deyirlər. Mən iddia edirəm ki, Zaur, bu futboldur. Mən iddia edirəm ki, minimum ən yaxşı 3-cü kimi hətta Cənubi Afrika Respublikası qrupdan çıxa bilər. Dözsə standartlarda. Standartlarda dözsə, o Koreyanın ki o ulduzları var, küçümsəsə, nizam-intizam pozulsa oyunda. Sənə deyirəm, standartlarda dözən Cənubi Afrika Respublikası ağıllı keçidlər hesabına baş ağrısı ola bilər komandalar. Niyə də olmasın? Yəni bir qələbə qazansa və yaxud da ki, sürpriz deməyim, elə bir heç eləsə, yəni ya 2 ya 3-cü yerləndə çıxa bilər. Bir də komanda az qol buraxır. Bax bu da önəmlidir. Nigeriya dünya çempionatına gedə bilmədi. Sırf onun hesabına averaj hesabına. Bəli, bir qrupda aydılar. Yəni qrup lideri kimi Cənubi Afrika Respublikası. Yəni Osimhen gəlmir, Lyle Foster gəlir bu dünya çempionatına. Yəni Nigeriya komandası bu nizam-intizamın hesabına. Əlbəttə ki, necə çıxdı o qrupdan, yəni lider kimi həqiqətən də Cənubi Afrika Respublikasından sürpriz gözləməyə dəyər. İlk dəfə əgər çıxsalar bu ilk olacaq onlar üçün. Çünki indiyə kimi dünya çempionatının qrup mərhələsindən çıxa bilməyiblər. 2010-cu ildə belə daha güclü bir Cənubi Afrika Respublikası var idi. Onda da qrupdan çıxa bilmədilər. Ola bilsin ki, bu tutaq ki 48 komanda, ən yaxşı 3-cü yerlər onlar üçün bir şansdır. Görürsən, Elon Musk Cənubi Afrika Respublikasına azarkeşlik edəcək. Çünki orada da olub, bilirsən. Çox maraqlıdır. Camada deyir, Amerikaya gəlməyin. Miqrantlar gəlməsin. Trumpın miqrantlarla bağlı siyasətini dəstəkləyir. Hamı da deyir ki, birinci növbədə ölkədən rədd olub getməli olan sənsən. Mən bunu niyə belə arxain şəkildə deyirəm? Çünki bura Twitter deyil, Elon Musk'ın deyil, bura YouTube'dur. YouTube'un yeri gəlmişkən sahibi də, yəni YouTube elə bir korporasiya daxildir ki, onun da başında duran əslən Hindistanlı və Rusdur. Rus yahudisi. Sergey Brin dünyanın ən var insanlarından biri.
rahat danışırıq. Nə istəyirsən de. Sökün Elon Musk. Nə istəyirsən de. Döşə getsin. Hə, deməli, bu elə bir ki, Göyçaylı ilkin gəlib Bakıya deyir ki, rayondakılar Bakıya gəlməsin. Adama deyirlər, birinci sən cəhənnəm ol Göyçaya. Deməli, getdik dostlar. Penaltilər hesabına dünya çempionatına qoşulan, bax, Matej Kovač faktoru var da. Neçə dənə penalti qaytarmışdı və dəqiqlik var təbii ki, penalti yerinə yetirənlərdə. Çekiya millisini ümumiyyətlə Meksika serialı çəkdilər. Əməli başdı. 3 məşqçi dəyişildi. Biri keçid fazasında idi. Sonra təsnifat mərhələsində kubiki gətirdilər. Bütün millət onun ətrafında birləşdi. Müqəddəs kubik. Bu arada Çekiya bilirsən də, dünyanın ən ateist ölkələrindən biridir. Bir dənə söz var, deyir, orada Allaha inanmırlar. Bizimkilərin bir sözü var. Orada. Deməli, qoca qurtdur ləqəbi kubikin. Bir yerdə bax, pragmatik futbol, müdafiədən oynanan futbol. Çexlərin bir şey var da, rəqibə minimum daha doğrusu zona verək, xüsusilə də mərkəz zonasında. Bu qrupu kim izləyəcək? Mənə çox maraqlıdır. Mən sırf Cənubi Afrika Respublikasına bağlı dediklərim düz çıxıb deyə onu izləyəcəm. Yəni amma sən bir dənə söz deyim. Bəzən elə olur ki, dünya çempionatlarında bütün oyunlar 2-2, 3-3. Bəzən elə olur ki də, sən dediyin kimi darıxdırıcı belə sıxıcı oyunlar olur. Yəni belə afişası belə afişa olaraq. Amma o qrupdan bir də görürsən ki, çox maraqlı oyunlar çıxır, çox belə iplər qopur. Hə, yəni ola bilər. Yadıma düşsə, yəni nümunə olaraq gələn verilişlərimizdə deyərəm bu barədə. Bu dəqiqə yadıma düşmür. Amma həqiqətən də elə bir şeylər futbolda özün də bilirsən ki, ola bilər. Dəfələr olub, əlbəttə. Çexiya komandası qrupun əsas favoritlərindən biridir mənə görə. Məncə ada görədir. Ada görə düzdür, Çexlər, yəni Çex-Slovakiya vaxtı daha yəni ki güclü kompakt komandalar olublar, o vaxtlar medallara da sahib olublar. Amma təsəvvür gətir, Çex-Slovakiya dağılandan sonra Çexiya adı yəni olandan sonra 2-ci dünya çempionatıdır. 2006-da. Yox, rəsmi adı gəlmişkən Çex Respublikası. Çex Respublikası, bəli. Yəni biz Çexiya deyirik də daha çox. Hə, mən də 2006 və indi 20 ildən sonra dünya çempionatına qatılırlar. Üstünlükləri də var, zəif tərəfləri də var. Penalti dedin. Yəqin ki, dünya çempionatı ancaq penaltilərdən ibarət olsa, Çexiya dünya çempionu olar. Milyon faiz. Çünki məsələn play-offda ondan istifadə edə bilər standart olaraq. Oldu, yəni hazırdılar. Bunlar yəni tutaq ki, 2 dəfə başlasınlar vurmağa, 20 penalti, yəni 20-sinə vuracaqlar. Çünki çox yaxşı penaltilər. İrlandlarla 2-0 geriyə düşmüşlər əməli başlı oyunda. Yəni sonra oyunu qaytara bildilər. Və Danimarka ilə. Hə, Danimarka ilə oyunda da. Deməli, bu komandanın əsas silahı yenə də standartlardır. Hə, bu artıq böyük ehtimal, yəni oyunu sırf onun üzərində quracaq və maraqlı bir şey var. Məsələn, Kubik özü deyir ki, o kubikdir, necə deyirlər, bilmirəm. Yəni sənə narahatdır. Ustalar izləyirsə bizi, onlar kubik deyəcəklər. Kubik belə bir şey deyib ki, bizim əsas problemimiz odur ki, yəni bu etirafdır. Topa nəzarətdə ciddi problemlərimiz var. Hündür bir komandadır. Məsələn, yenə də deyirəm, bax bu topa nəzarətdə problemlərimiz var ifadəsi. Bu nə deməkdir? Yəni Koreya ilə Cənubi Afrika Respublikası dözsə, mən yenə deyirəm, Cənubi Afrika Respublikasının formasını axtarım bu dəqiqə. Çox inanırsan, nə sən onları? Yox, oyunları görmüşəm ona görə. Əgər onlar dözsələr standartlarda, inandırım sən, standartlardan sonra da adətən o əks hücumlar başlayır ha. Onda aləm dəyəcək bir-birinə. Ona dözmək var, əlbəttə ki. Hə, ondan sonra aləm dəyəcək bir-birinə, xal ala bilərlər. Zahir, mən sən deyirəm. Xal ala bilərlər və amma burada bir şey var. Məsələn, mən hamıya tövsiyə edirəm. Yəqin ki, Lyonu mütəmadi izləyən bizim izləyicilərimiz razılaşarlar ki, Schulz var, deməli Lyonun oyunçusudur. Lyon onu qəpik quruş almışdı. İndi fantastik məbləğə satmağa hazırlaşırdı. Dedilər ki, yox, bu mövsümdə qalacaq. Komanda Çempionlar Liqasına vəsiqə qazandılar. Çünki Sovet Müzik Çempionlar Liqasına vəsiqə qazandılar. Nəsə, önəmli deyil. Super formadadır. Yəni o super formadadır, o kreativ şikdir və oyunu getsə, əgər oyunu getsə, Patrik Şik, Schulz tandemi
qarşısı alınmaz ola bilər. Amma sən əsas Şıqqı hücumçu oyunçunu, ola- amma sən əsas oyunçunu unuttun. Souček demə. Souček. Mən Tomas Souček komandanın mənə görə lideridir. Bu oyunçu baxmayaraq ki, xarakterli oyunçudur, möhtəşəmdir. West Ham-in indiki durumuna baxmayaraq əladır. Amma Schultz kreativliyini işə salsa, Patrick Schick çox ön plana çıxa bilər burada. amma Tomas Součekin də onlara bir dəstəyi lazımdır təbii ki. Souček bu arada Souček 1.92 boyuna rəğmən ayaqla da yaxşı oynayır. Daha doğrusu lazım olan vaxtda lazım olan yerdədir. Məsələ budur. Əsasda standartlardan sonra. West Ham-da bir neçə qolu var, hətta sayılmayan 1-2 qol var idi bu mövsüm. Bilmirəm, yəni Tomas Souček yəni baxmayaraq ki, hücumçu deyil, amma onunla belə Çexiya tarixində yəni ən çox gol vuran futbolçulardan biridir. İlk 10-luqda. istiqrardır da bu. İstiqrarlılıqdır. Bəli. İndi əsas məsələ, xülasə yekunlaşdırırıq. Video uzun oldu, əməlli başlı. Qrupdan kim çıxar? Birinci, ikinci yer önəmli deyil. 2+1 sistemi ilə getməyə məcburuq. Hər qrupda bunu eləyəcək. Çünki ən yaxşı üçüncü də qrupdan çıxa bilər. Ehtimal nəzəriyyəsi üzərindən gedəcək. De gəlsin, sənin fikirlərin. Mənim fikrimcə qrupdan Meksika və Çexiya yığmaları çıxacaq. Üçüncü yer kimi Cənubi Afrika Respublikasını düşünürəm. Cənubi Koreya isə ola bilər hansı komandalarda Eyni şey yazmışam bura. Ola bilər ki, orada Hə, Meksika, Çekiya yazmışam. Aha. Çünki yenə də burada məncə klass öz sözünü deyə bilər. Bir də o dediyimiz o standart. Məsələn, qoca qurd Aguirre nəticə oynayacaq. Yerli publikanın dəstəyi var və s. İqlim məsələsi, hər tərəfli kompleks yanaşmaya çalışdım da burada. Bir də hücumçuları klassdır. Bunun işin içinə qoyuram. Döyüşkən millidir. Çexlərdə yenə də o klass məsələsi var. Cənubi Afrika Respublikasında üçüncü kimi sürpriz gözləyirəm, minimum üçüncü kimi. Amma baxır da o üçüncü yerdə ola bilər ki, üçüncü yer tutsun, amma növbəti mərhələyə çıxmasın. Hə, ola bilər. Təbii ki, averaj və digər faktorlar var burada. Amma Koreya məncə, bilmirəm, ola bilsin ki, Koreya ümumiyyətlə birinci yerdən qrupdan çıxdı və bizi burada məsxərəyə qoydular. Bu futbolda hər şey ola bilər. Amma əlbəttə ki, Cənubi Koreyada o sanki o belə deyək də, o bir natamamlıq kompleksi var sanki millidə hal-hazırda. Yəni ən azından mən belə şeyi heç vaxt meyar kimi götürməmişəm yoldaşlıq oyunlarını. Hələ ona qalsa gələ onda Meksika millisini ataq bayıra ki, Meksika millisi rəzil bir performans nümayiş etdirir. Amma bəzi oyunlarında yenə deyirəm, o bayaq dediyim məsələyə qayıdıram. Hücumda natamamlıqlar gözlə görünür. Və yenə də bax bu Cənubi Afrika Respublikasının oyunda açılışmağa məcbur olsa, orada da məncə xal itirə bilər. Çexlərlə oyunda da xal itirə bilər. Hətta potensial olaraq Çexlər uda bilər, standartların hesabına minimum uda bilər. Meksika ilə bərabərlik qopara bilər buradan. Meksika məncə minimum 4 xal yığacaq. yəni Çexlər də minimum 4 xalla çıxa bilər. Birinci, ikinci yer belə görürəm. hansı komandanın 9 xal yığacağını belə falan ümumiyyətlə düşünmürəm. 5 xal, bu qurtlar vadisidir. 4 xal. Qoca qurtlar vadisidir bu qrup. Ən yaxşı halda 6 xal. Bu qrup qoca qurtlar vadisidir və mən burada sırf praqmatika üzərində qurulmuş bir oyun gözləyirəm. Bilmirəm, yəni maksimum 3 qol vurular hansısa oyunda, inanmıram ki, ardıcıl oyunlarda vurular. Belə bir ssenarilər gözləyirəm bu oyunda, bu qrupda. Belə. Dostlar, biz gedirik B qrupu ilə bağlı analizlərimizi eləməyə. Zaur, nəsə əlavəsi var? Və bizi də izləməyi unutmursunuz. Əgər hansısa bir fikirləriniz varsa yazırsınız. Bəlkə bir yaxşı təklifiniz var. Onu da şərhlərdə qeyd eləyə bilirsiniz. Yaxşı təkliflərdən biri bilsən nədir? Biraz az danışın, məsələn. Elə bir şey gözləyirəm. Yazın da yaxşı təklif, nəsə varsa yazın, çəkinməyin, bizi izləməyə davam edin. Biz də gedək B qrupu ilə bağlı, deməli, fikirlərimizi hazırlamağa. Öpürəm, özünüzə yaxşı baxın dostlar. İnşallah futbol qazanar. İnşallah, sağ olun.